برای خدمتگزاران شهادت مؤمنات شهادت در جبر الماء و کاظمین انشاءالله صحت کامل ایمان صلوات أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا يحب الله الجهر بالسوء من القول إلا من ظلم وكان الله سميعا عليما إن تبدوا خيرا أو تخفوا أو تعفوا عن سوء فإن الله كان عفوا قديرا إن الذين يكفرون بالله ورسله ويريدون أن يفرقوا بين الله ورسله ويقولون نؤمن ببعض ونكفر ببعض ويريدون أن يتخذوا بين ذلك سبيلا أولئك هم الكافرون حقا وأعتدنا للكافرين عذابا مهينا والذين آمنوا بالله ورسله ولم يفرقوا بين أحد منهم أولئك سوف يؤتيهم أجورهم وكان الله غفورا رحيما يسألك أهل الكتاب أن تنزل عليهم كتابا من السماء فقد سألوا موسى أكبر من ذلك فقالوا أرنا الله جهرة فأخذتهم الصاعقة بظلمهم ثم اتخذوا العجل من بعد ما جاءتهم البينات فعفونا عن ذلك وآتينا موسى سلطانا مبينا ورفعنا فوقكم الطور بميثاقكم وقلنا لكم ادخلوا الباب سجدا وقلنا لكم لا تعدوا في السبت وأخذنا منكم ميثاقا غليظا صدق الله العلي العظيم. بسم الله الرحمن الرحیم و بهی نستعین لا حول ولا قوة الا بالله العلی العظیم رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. 17 تیر ماه 93 سوره مبارکه نساء آیات 148 به بعد. Bugünkü dersimizin bir miktar müqəddəmiyə niyazı var ta düzgün yerinə düşər. Çəkidə və xülasəyə müqəddəməni whiteboardda yaddaşt elədim. Səri və qozəra vaxtımız azdır. Kamil təşkil olmaz. Qozəra ərz eləyim ki, mövzu nədir? Maarif dini ki, onların mənşəyi kitabhay asmanidədir ki,
ki kamiltرین kitab آسمانی Kur'an'dır ki dest نخورده‌dir, təhrif nəşədədir. Çoxlu dəlailimiz var. İbarətdir, bu üç qismətdən ki, əvvəldə yazmışam. Marif-i dini əsasda əqaidə mərbutdur. Əqaid, با اینکه جهتان بعض مذاهبdə bir muxtəsər təfavütləri var, ولی اصولو birdir ki, insan برای اینکه dindar tələqqi ola, gərək o məvaridə mütəqid ola. Ola deyirlər əqaid. Özü də məşmul zaman olmaz, qabil ictihad da deyil, məşmul qanunguzari da deyil. Olmaz ki, bir yerdə qanun geçələr, onları azaldalar, çoxaldalar. Gözəşdə zaman da onların yəni tedadında, budu nəbudunda təsiri yoxdur. Geçən cələsə və ondan qabaq cələsə var idi öyle bu Sure-i Nisa'da ki, buyurdu ki, mühimmetərin əqaid, məsəl İslamda və əğləb dinlərdə budur ki, dindar adama deyirlər ki, dərəcə əvvəldə Allaha babəri olan. Tamam dinlərdə bu var. Əlbəttə dinhay asmanidə var. Qeyri-asmanilərdə də var. Mən dərəvurda bəzən bəşər özlərindən də din tolid ediblər, onlarda da var. Dəlail varımızda ki, din-i Bahaiyyət saxt dəst bəşərdir. Elə onda da etiqad və Allah var. Ondan sonra ikinci əsl etiqad və qeybidir. Əlbəttə, əsli ilə etiqad və qeybidir. Dindariyen etiqad və qeyb. Qeyb-ül quyub yek Allah'dır və sonra ayrı qeyblər. Qiyamətdir, cəhanı pəs az mərcidir, qeybidir, behişt-ü cəhənnəmdir və olan məsaili qeybidir və firiştələrdir, qeybidir. Bunlar əğləb-i dinlərdə var. Bundan belə bəzi dinlərdə görürsən ki, nübüvvətə etiqadda yoxdur. Allah'a etiqadda var, nübüvvətə etiqadda yoxdur. Vəli onun məvaridi məsələn nadirdir. Bir mövrid var. Din var, Allah'a babər var, nübüvvətə babər yoxdur. İndi Quran oxuyan dərs edər. Elə indi dərs edəndə. Məsələn, Hindistanda bir silsilə xuda pərəstlər, xudaşünaslar var ki, nübüvvətə babərləri yoxdur. Vəli dinhayı ki, mərufdur, kitab-های asan, məsələn, Quran onlardan söhbət eli, Məsihiyyətdir, Yəhudiyyətdir, Sabiandır və Qurandan çıxan Zərtuşti dinidir. Bunlar tohidə, nübüvvətə, mada, firiştələrə, kitab-های asmaniyə mütəqiddir. Bunlar əqaiddir. Davidan geçək gün bunlar az danışa bilmərik. Bəzi məzahibdə bunlar bəzən məsələn, aləmi təşəyyüdə bir iki mövrid var. Ədl və imamət də cüzü usulü din tələqqi olub, binabi dəlaili, o birisi məzahibdə yoxdur. Bəzən onlar usulü din hesablarlar, bəzən usulü məzhəb. Onlar azı danışmıyor. Qisbət-i dovom əxlaqiyyatdır. Əxlaqiyyat da cavidandır, əqaid kimin. Onlar da məşmul zaman olmaz, əğləbi və məşmul qanun olmaz. Qanunguzarlar eləyə bilməzlər əxlaqiyyatda, təsmin talar, izhar nəzər edərlər.
bunlar da cavidandılar. Əzəli və əbədidirlər. Məsələn, əz-zümli əxlaqiyyat ki, əbədidir. Məsələn, nümunə ərz ediyor. İhsan. İhsan bir əmr əxlaqidir. Xidmət və həmno əxlaqidir. Olmaz məclisdə qanun geçirər ki, sabahdan qanun geçdi. Hər kəs həmsələrlə məsələn, bir miqdar xidmət edəcəklər. Qanun geçəcəklər ki, məsələn, bəzi işlər qədəğəndir. Məsələn, mərdum qeybət eləməyəcəklər. Bunu mərdum ürəklərində nisbət və familləri, həmkişləri, həmdinləri çiynəsi olmayacaq. Bunu qanun təsiri yoxdur. Qanun geçələr, geçmələr, bu yəni bir faydədir. Mənzurum budur ki, əxlaqiyyat məşmul zaman və məkan qalibən olmaz. Niyə qalibən deyirəm? Çünki bəzən, əlbəttə dini əxlaqiyyat olmasa, vəli dində də var bəzi məsələ ki, məsələn, urfidir. Məsələn, urfən bəzi şeylər, məsələn, bir məmləkət əxlaqı bilər, bir ayrı məmləkət mümkündür, ziddə əxlaqı bilər. Əlbəttə, onlar mümkündür ki, marifət dində zikr ola. Məsələn, fərzi bunun, bəzən insan, məsələn, türküdə cərimə deyərlər, aruqzədə. Elə bizim içimizdə də, elə yaxşı deyil, amma ucu da pis də deyil. Amma indi məsələn, bəzi məmləkətləri, Avropa, Amerikada çox pisdir. Elə pisdir ki, məsələn, bizlərdə də mümkündür ki, bəzi işləri o cür pisdir ki, bir də zikr eləmə olmaz. Və şayad ola bərahəti, məsələn, bəzi işlər əncam verilər, bər həddə, məsələn, aruqzədən olar, cərimə o həddə. Xülasə, onlar məvardə nadirdir. Usul-i əxlaqiyyat cavidandır. Mənzurumudur. Geçək. Amma bir silsilə məbahis var ki, gahdan onlara aləm İslamda deyilən məbahis fiqhi. Qeyri aləm İslamda gahdan onlara əhkam deyirlər. Ki, onlar özləri təqribən bu şəkildə dəstəbəndi olub. Məbahis fiqhi ki, fəqihlər onlara razı, izhar nəzər edirlər, onların məsailinə razı, şəraitinə razı, onların rizəkarlıqlarına razı, fəqihlərcə izhar nəzər edirlər. Yəni, mütəxəssiscə izhar nəzər edirlər. Onu da mütəxəssislə deyirlər, fəqihdə. Fəqih yəni besyar, fəhməndə. Kəsi ki, fəhmi əmiq darad. Son mənay fiqh, yəni fəhmi əmiq. İndi aləm İslamda ixtisas tapıb hovzi, məsail dini də o cür olub da vəllə əz nəzər lüğət bir nəfər məsələn riyaziyyatı əmiq başa düşə. Ona deyərlər riyaziyyatda fəqihdir. Bir nəfər fəlsəfəni yaxşı başa düşə. Bir nəfər Cənab Sərhənd kimi məsail nizamidə məsələn mütəxəssis ola, o da fəqihdir. Fəqih məsail nizamidir. Fəqih məsail məsələn əbzaralat cəngidir. Orada da düz ola bilər. Hala bu məsail fiqhidə bir miqdar məsaili mətrəh olar ki, onların şərti var. Şərti budur ki, yəni şərt-i məqbuliyyəti niyyətdir. Niyyət yəni mənə insan gərək iradə edir ki, bir qəsd-i qürbət bu iş əncam verir. Gərək o işi əncam verəndə ya dilində deyə, ya ürəyindən geçsə, ya zehnindən geçsə ki, qürbətən illallah. Buna deyirlər qəsd-i qürbət. Qürbətən illallah gərək bunun bir tədicət dilinə deyə. Məsələn, indi siz hər gün binabı bəzi fətvalar deyirsiniz ki, sabahın orucunu tutuyam. Məsələn, sabah neçəmiz gündə oruçluq sabah? 11-ci günü orucunu tutuyam, qürbətən illallah. Bir də fəqihlənmiş də deyilir ki, bu cür deyəsiniz. Bu zəminədə behtərin fətva mərhum İmam Xümeyninkidir.
buyurub ki, elə bir dəfə zehnindən geçsə, heç zehnindən də geçməsə, çox cəlibdir İmamın fətvası. Bir nəfər soruşacaq, neynisən? Deyirsən, əgər deyə bilsən mən oyacam, elə o kafirdir. O çox gözəldir. Oruçluğun əvvəlində mi? Yo, əvvəlində də. Bu ki, əvvəlində bir dəfə bir oruç tutacam, kafirdir. Bəli. Xülasə, biləxərəcə niyyət ola. Niyyət olmasa olmaz. Olaya deyərlər ibadat. Məsələn, elə çoxun biz biliyoruz, yəni əncam veriyor. İndi oruçluğun içində oruçdur, namazdır, həccidir, bəd etikafdır, xumsudur, zəkatdır və hüdudan 10 moriddir. Onlara deyirlər ibadat. Yəni fərdi, məsələn cihad. Əcibdir. Cihad Bunç bir əmr-i nizamidir, ibadətdir. Əmr-i biməruf nəhiyyəz münkər, əsən bir camidə elə bətər, bunlar, necə deyim, pişmir. Fəqət bir qismətlərə çox təvəccüh olur. O namaza, oruca, xumsa bizim camidə bu üçünə çox pişməyəlni. O birisilər yaddan çıxır, ildə də bir dəfə mümkün o məhkiyə razı bir. Əgər şəraitici olsa fikir verirlər. Amma bir silsilə məvarda niyyət lazım deyil. Amma niyyət olsa behtər. Orada ki, niyyət lazım deyil, o özü iki qismətdir. Bir qisməti niyazmənd əqdidir. Əqd yəni niyazmənd icrayı siğədir. Siğəsi var. Siğə yəni mənə, siğə də bizim camiəmizdə bir xas mورد işlənir. Behtərdir, kaş onu düzgün bir təriflənə. Alimlər, ruhanlar, məsaciddə, mənabirdə buralar. Siğə, yəni, o Doşənbə günlər qoluşanı Bustan-ı Xalqanə qəvayət deyirik, o da gələcək də. Məsələn, hər siğəni bir qalib xas, siğəni qalib, saxtar, yəni ondan ötükə bir dənə cümlə deyəsən, o cümlənin bir qalibi var. O cümlə oyamqən eləsən olmaz. Ona deyərlər siğə, ya istilahən deyiblər əqdi. Əgər niyazməndir, siğə olsa, bu siğə, yəni bir cümləyə xas, ya gərək iki tərəfin arasında icra ola, ya bir tərəfi. Əgər iki tərəfin arasında icra olsa, ona deyərlər əqdi. Onun məcmuasını deyərlər uqud. Məsələn, elə izdivac, şirkət, ticarət. Bir kitab varımızdır, bir namı Siyəqul Uqud. Əqdilərin siğələri, hər əqdin bir siğəsi var. Diqqət edin, izdivacı əqdidir, fikirlik ki, fəqət oradadır. Ticarət əqdidir, şirkət əqdidir və şirkətin özünün nə qədər zirməcmuəsi var və ondan sonra ticarətində məvardı var. Hala o izdivacda əvvəlcə qız deyək ki, mən dər müqabilə bu məhri müəyyən sənin əqdivə gəliyəm, sənin xanımın oluyam. Bu oldu xanımın siğəsi ya həm bəli siğəsi. Deyəcək ki, ənkəhto ya zəvvəcto. Ənkəhto ya zəvvəcto nəfsi ələl məhril məlum. O müşəxəsdir. Əlbəttə bir nəfər də olan əvəzə vəkil də ola bilər. Deyəcək ki, zəvvəcto müvəkkələti. O ki deyəcək. Oğlan da bir dəfə deyəcək, qəbilto. Bu oldu əqd. İki tərəf ki, icra eləyir. Ticarətdə də bu cürdür. Xeyr, gərək ərəbi yox. Yox. Hər dildə ola bilər. Hər dildə ola bilər. Bunun bir də üçün ərəbi dəqiq bəyan olur hərəkatı ilə. Tövsiyə bunadır ki, ərəbi olsa behtərdir. Amma yox, ari dildə də ola bilər. Farsıda, türküdə, hər dildə. Hərçənd ki, bu da yenə müctəhiddən bəzinin bir xas nəzəri var. O məvarda adam rücu eləyər. Nəzəriyə an budur.
İndi ticarətdə də bu cürdür. İndi gedik xəridi furuşa. Xəridi furuşda elə onun da əqdi var, onun da siğəsi var. Məsələn, gərək furuşanda bir dənə siğə cari eləyə, xəridə də biyarsın. Əvvəl furuşanda deyəcək, mən bu cinsi در مقابل bu məbləğ Cənab Sənin sizə satdım. Cənab Sənin də buyuracaq ki, bəli, mən qəbul elədim. Və bunların çoxlu şəraiti var ha. Ki, gərək fərd aqil ola, balıq ola, پیچیده مسائل var. Sonra böyük ola, kiçik ola, معمولا hər kəsi sinni buluğa yetişməsə, əz-nəzər şəri bəzi məvariddə eləyə bilməz bu işlər görə, cüziyyətdə eləyə bilən, əz-nəzərə qanun da, qərardatda bağlamağa gərək sinni rüşdə yetişmiş ola, sinni təşrifə yetişmiş ola, məsaili də var. Mənzurum odur ki, feylən, ba təvəccüh bir əqd. Yəni, iki tərəf ki, bu siğəni cari. Şirkət qoyuq ki, orada da olsun ola. Şirkət-i sami qərardatda da var. Bir silsilə əhkam var, əmal var ki, orada əqd یک tərəfədir. Bir tərəfçə əqd oxuyor. Nümunəsi, məsələn, burada təlaqı yazmışam ki, onlara deyərlər iqaat. Üstədçilər deyərlər uqud. Bu qismətə ki, bir nəfər əqd oxusa kafidir, ona deyərlər iqa. İqaat. Ucuz. Bir moridin yazmışam, təlaqdır. Təlaqda lazımdır ki, iki tərəf əqd oxusun. Təlaq kimin ixtiyarındadır, odur. Məmulən ki, haqqı təlaqı kişiyə verərlər camiə, kişi deyər ki, mən bu xanımı təlaq verdim. Ya vəkili deyər, ya indi qazi dadqüsədə onun tərəfindən bəqd oxuyar. Təlaq bir dənə nümunədir. Məsələn, insan istəyir ki, sabiq varmış, bərdəsini azad eləsin. Orada o cüydür. Ya bir nəfər istəyir ki, tələbindən sərfnəzər eləsin. Gərək onun əqdini oxuyar. Cəhbət-ol vazih deyər ki, Cənab Səhnc, mən ki bu qədər sizdən tələbim vardı, bu tələbimdən sərfnəzər elədim. Da sizdə lazım da deyəsə, qəbul elədim, eləmədim. Niyazı yoxdur. O bedehkar da əqd oxuyar. Xoş. Pəs, bu iki moridin əqdə niyazı var idi. Bir morid əqd gəh tərəfeyn ola, bir morid yeç tərəfə. Üstad Nazırsan, bu əqd yek tərəfdə müsadirə, cüzü əqd yek tərəfə. Musadirə? Cüzü əqd yek tərəfə. Musadirə xeyr, bunlar heç birindən deyil. Musadirə bu qismətdəndir ki, indi gəlir. Bir də əmal var ki, zimnin ki, niyazı yoxdur niyyətə və niyazı da yoxdur əqdə. Vəli bir silsilə təkalifdir ki, qanunquzarlar ümdə bu moriddə manor verirlər. Quvvəyə, müqənninənin işi bu qismətdədir. Məsələn, məsail-i mərbut və irs, dədə, nənə ya bir nəfər, qardaş, bacı mərhum olur, be tövr cəbri, bidun ki əqd oxunna, bidun ki niyyət olunna, onun maliyyət çi vərəsiyə. O vərəsə tipki, mesela qanun ya fiqh onu təqsim edirlər. Ya icra-i hudud, quvvə-i qəzaiyənin işi bu qismətdədir. Hədd, təzirat, nemidirəm, şəhadat, müfəssəl bir bəhsidir. Xob, bu bir quşə və xülasə-i az maarif dinidir. İndi zəhmət olmasa təvəccüh eləyin, ayət. Bugünkü dərsimizdə bunların çoxu və nəhv yazanha tərif olacaq canım. Buyur. Əqd bir tərəfdəki fərzən təlaqı. Təlaq vaquzarı fərzən tərəfeyni ola bilər. Yəni, bəli. Sən bir daha deyir ki, mən təlaqı fərzən kürdi, ağanın həqqidir. Yəni, təfriz edir xanım. Bəli. Deyir ki, həqqi təlaq. Ala bilsin. Bəli. Bu cürdə ha, nəinki xanımın həqqi təlaq,
camiədə bu cürdür ki, bu xanıma haqqı təlaq veriblər. Elə axırı o cür oluyor. Amma nəhvi bəyanı budur ki, xanıma tərəf heyni əqd və ya sonradan həmsəri, ağa gələ deyə ki, məsələn, xanım şərti qoyub, ya xanıma vəkil şərti qoyub əvvəldə. Deyir ki, biz bu şərt ilə muvafəqət eləyib bu izdivaca ki, qızımızın özünün, ya dədəsinin, ya qərdəşinin haqqı toçili olsun ki, eləyə bilsin, özünə vəkil tutsun və bunun tərəfindən dərxast təlaq eləsin. Onda haqqı var. Olmasa, yoxdur. Məgərin ki, bu miqdar fiqidədir. Məgərin, qanunda da var. Məgərin ki, hakimi şəhər təşxis verər ki, fərd məzlum vaqe olub, müstəzəf vaqe olub, hakimi şəhər eləyə bilər. Öz nahiyəsindən o xanımın vəkil olsun, ya xanımı haqqı təlaq versin. Belən kimi məvarid də var. Ki, əlbəttə, behtər budur ki, bu iş ittifaq düşməyə, dəlail varımızdır. Da indi ona yetişənlər. Bəli, onu İranda elə o cür mod olub, da bizdə yerə qoyuruq, biz üstünə təxtə qoyuruq. Yox, bir miqdar müşkillə həmrahdır, çətin olur. Bəli, ərəblər, əhl-i təsənnun, bəli, siz buranı müraciət edirlər, orada qalibən elə rəhlilər var, o rəhlin üstünə qoyurlar. Ərəbdə verirlər. Təsənnüyü də verirlər, təşəyyü də verirlər. Əqli ilə nəcür sağlıqı. Məsələn, Beşdad Quran var. Beşdad bu əllərin tavanı var, bu Quranı saxladı. Təzə yerdə Allahı məxluq edir Quranla. Əslən, mən bir müqayirəti görmürəm. Məsələn, bu növi o təqəddüs kazib verməkdir ki, Quranı yerə qoymayın, Quranı ilə dəstəmaz olmasa ərzami. Onda Quran girer quşaya taxtıra qalar. İllər ilə adam əl vurmaz, oxumaz. Ola bizə təyb var. Bəli. Mən də bir cümlə təqidəm ki, siz düz vurursunuz, elə, siz də düz vurursunuz. Əgər məqdurdur, bir ehtiramla, əgər məqdurdur, yox ki da bizə zad eləyib, o əsli məsələdən qoysa, əl-əhəm, fəl-əhəm var da. Əgər bu cür əldə saxlamaqla o əhdafımıza yetişsə, elə, nə olar? Amma görsən ki, ay xəratı vuran, bir dəqiqə, 2 dəqiqə deyək ki, istəyim bunu düşünün. Cihazdan da adam elə açıb, böyrünü də belə yerə yıxırım, təkiyəni də üstünə, o da ayaqlarını da belə oynadı. Həm ehtiramlıq olsa, qoymağın işqallar, olmasa... Əlbəttə, əmdə... Qəsdən niyyətə. Hə, qəsdən niyyətə. Bəli, hətta elə imkanda, oracan ki, nəinki bu ərəb qardaşlarımız, əqləb elə bu zəvahirə, qərayətə təvəccühlər var, o da, mən bu cüda deyək, surət imkan, əcə mümkündür. Bəli də, müraciət edək. Ehtiramısı var, Hacı. Həm də. Bu iş büyüklər ki, şəriən, yəni şəridə, fəqət deyiblər ki, ehtiramən də. Həman ərəblər, Məscid-ül Nəbidə təşkilatı görəsiniz, uzanıb elə, Qur'anda bizi götürüb oxuyur. Həman ərəb. Amma yerə qoymuyor, belə sonra. Amma yerə də qoymuyor. Dəna riayət edir. Riayətdir. Sən ehtiramı. Bəli. Məsələn, bizdə ki, qət idi, indi evdə də nə ola, uzanmışıq. Məsələn, ayaqlarımız elə buranın tərəflərində də bir yol idi. Hətta imkanımızda başımıza tərəfimiz. O miqdar ki, məqdurdur. Yəni, kulləm... Damuziyyə istimai gələ həsb olur. Xəratiyən buyurub, bu cür olsun elə hammal ərinə, elə gərək çağız kimin, yaxıyabından da tülləyinib. Quranlıq qədasəti mənim nəzəmi gərək ola var. Bəli də. Bir alacaq qəbul edilsə eləmiz. Bunda bir hiddələrdə bir suçu halətilə kitabdır. Deləmisin elə filan kitab-ı Ruman, Rusidir, məsələn, Aləl-Vatun nəyə gedir. Bir də ki, o ehtiram-ı zahiri sifs olsa fikir eləmələr. O özən ki, məhdurdur, bəli. Bir dəfə mən kitab fıruşilər gördüm, budur kitablar yığıblar. Elə bəzən hamiyyət çarpaya yoxdur. Bəzən yoxdur da kitablar əmin olanda, sən də oturursun. Bir ədəfdə də Quranı vardı. Elə bir nəfədə oturmuşdursunuz, biz onu kitəbətsə eləyək. Elə o əncən ki, məqsudu müraciət edir. Çox sağ olasınız, bəli, əsl qəziyyə yaddan çıxmasın ki, bu Quran bizim kitab-ı rahnamamız.
خب اعوذ بالله من الشیطان الرجیم آیه 148 صفحه 102 لا یحب الله الجهر بالسوء Sen Kur'an ihtiyacı olsa var ha. Elə bax qulaq as, yaz. Kəlmə məna eləyim. La yuhibbu fe'lidir. Allah söymür. Səhifə 100-dur. La yuhibbu Allah söymür, xoşu gəlmir. Əl-cəhrə, cəhr yəni aşikarı, aşikar eləmağı. Bu da nə mənə? Bəs-su'e, su'e. Su yəni pis işi. Pisi. Minəl qavli sözlərdən. Yəni ki, yəni Allah söymür, sözlərim pisi aşkar olsun, sözün də yaxşı olar, pis olar. Pis söz nisbidir. Əxlaqiyyatın əqləbi məşmul nisbiyyətdir. Əqləbi. Nə hamısı? Məsələn, ədl və zulm məşmul nisbiyyət olmaz. Bir gətirəsi də zülmün haramdır, tontonu da haramdır. Ədlin bir iğnə ucuzu da müstəhsəni tondur. غیر از عدل و ظلم اغلب موارد بقیه‌سی بستگی دارد. ظلم عدل بستگی ندارد. بقیه موارد اغلب بستگی دارد به شرایط فرق. خب indi pis də bu cürdür. Pis söz bir ləhsə mümkündür, yaman ola. Pisdir də. Mümkündür qeybət ola. Pis söz mümkündür, bir ləhsə səsin ucalmaq olur, uca səs var. Çığırmaq olur. Çığırmaq deməkdir, pisdir. Mümkündür, çığırmaq pis olar. İndi baxacaqsın, baxın, Quran özgürün nəzir nisbiyyətə təvəccüh edir. Hiss mümkündür bir nəfərin eybin deyəsən. Bir nəfərin eybin aşkar eləsən pisdir. Amma kinə bəstəci idarət. Ədl o zulm kimindəyir. Nə dəlil ediyor bəstəci idarət? Baxın. İlla mən zulmə. Məgər o fərdi ki, məzlum vaqı ola. Yəni, məzlum eləyə bilər ki, pis sözü aşkar eləsin. Məsələn, morid və morid gəlir. Əxlaqiyyat da. Məzluma fişar gəlir. Hey, tohin olur, haqqı zayi olur, o da utu demmi daxildə təmir elə bilmir. Birdən ucalandı ki, əyyuhən nas bu mənə zülm eli. Zalimi müərrif eli. Ucadan deyil. İndi danışıq. Mən mənsubam əlbəttə, beləndiyimiz yoxdur, səsim bizdən ucaq olsun, axir əlbəttə eşitsin. Amma mən indi elə bir cüd danışam ki, Rubəradın ay xadimin xanavasıda eşitsin. O tədə 3 həmsədə öyrənişdir, bu qıdaşlarına qulağa bassın. Düzdür, Quran deyirəm, pisdir da, belə deyirlər, və danışsan, niyə çığırırsan? İndi niyə çığırırsan? Yaxşı, bir nəfərin də əl atıb da boğur. Mərdum, gəlin, məni boğurlar. Can oyadan gedik. Gödüz bəstəci idarə. Muridində. Quran özü deyir ki, baxır, o ki məzlum olub, fişardadır, o eləyə bilər. Sui aşkar eləsin. Bu su, bu da ya səsin ucatmaqdır. Bir nəfər evi ot tutub, biçara, cəhçığı eyvay qaçın, evi ot tutdu, cəhçığır ha. Sonra çığırmasa, bir ömrün
zəhmət gedi heç mümkündür sirayət elə dörbərə. Cəngəldə bir ot yanında bir ağac ot tutur, gərək çığırasan, hamını mütəvəccüh eləyəsən. Su idi, məzlumiyyət vaqe olur. Ya inki bir nəfərin, məsələn, indi 5 nəfərdə bir eybi var, mən də biliyəm, nəbisi var. Mən cəmaata deyəm ki, mərdum, bilin ha, bu ayın əsiri xolfu vədə elə. Eləməz ha, biçara. Fərz eləyər. Amma indi bu در əsəri xolfu vədə məni biçar eləyib, hər vaxt qərar qoyduq, gəlmədi, vaqiən mən müstəsəl oluyam. Bitcəmisin, dedim, qədəş da, bu işlər görmə də. Sizin hər dəfə sən ki, təxəllüf edirsən, məsələn, bah bağlı, gərək, məsələn, fərzi buyur, gərək bir yarımda mənə pulu yetiyə, mən tökəm hesaba, oynuyor gəldi, bir rup sonra gəldi. Xob, iş yandı. Mümkündür. O üçün mən pulu variz eləməsəm, bir dünya mən xəsarət görəm, bir dəfə, iki dəfə, və o da bir çığırmayayım, deyim ki, qədəşdir, bu da yığışdı bu işləri. Əlbəttə, oldu onda ehtiramla, əgər məqdurdur aram, amma Qur'an göz özü icazə verir. Buradan nə mənə çıxır? Mənim o cavidan sözüm. Mən bir dənə sözüm o veysi cavidandır. O da bəstəcidir. Əğləbi da əqaid bəstəcidarət yox ha. Allah bir dənə deyər, iki dənə də bəstəcidarət yox ha. Əqaiddə bəstəci yox. Amma əxlaqiyyatın çoxu bəstəcidarət və bu birisi məsələdə görəcəksiniz. Xob. Yəni, xod bu ki, bəstəcidarət özü bəstəcidarət hansı moriddə ola? Aya əxlaqiyyatda ola, əxlaqiyyatın hansı qismətində ola? Qanunda ola? Zulümə zülm olunmuş. Məhəndə məzlum olur. Və fe'l məzsuldur. Və kanəllahu səmiən əlima. Allah, bu da kanə fe'l cavidandır. Yəni mazidir bəray muzarə. Bu doşənbə günü Bustanı qalqanda bunu təkid edim. Tozih verəcəm ki, neçə mövriddə ki, fe'l mazi, muzarə mənası var. Bir də o mövriddədir ki, siz cavidan mətalibə mətrə eləyək. Hər موقع əzəli, əbədi mətalib با fe'l mazi bəyan olsa, onda o fe'l mazini muzarə mənirlər. Allah səmi o bəsirdir. Xob, neyniyək? Məyə bir nəfərin şəkki var. Bu nə sözdür bu da? Mətrəh oldu ayənin axında. Deyə həvasız cəm olsun. Yəni, bir cayərə çığırsan, Allah eşidir. Ya oradakı çığırmamağına və İslam müncərbə zülm ola. Sən çığırmayasan, məzlumun haqqı gedə, onda Allah eşidir ha. Allah həvasıdandır. Yəni, yerində çığıracaqsan, yerində çığırmayacaqsan. O məbarcə, o deyəcəksə, təşxis verər. Ustad, nəzərsən, ehyanın məzlum çığırmasa, əslən çığırmasa nəzr olur? Günahkardır. Özü günahkardır. Günahkardır. Şərti ki, məcəlin ki, deyə bir haqqı, hüquq məhdudlarında onu əff verədim filan, bizzat da mülahizə eləyə də. Əgər, məsələn, qorxudan, məsələn, necə deyim, bir cür eləyək ki, məzlumiyyət hic ələqə var, bir şərait xası da günahkardır. Amma Quran indi tozih verəcək ki, yox. Əgər az ruy amənişi, az ruy səxavət, az ruy ehsan, deyə baba, ərzişi yoxdur ki, məsələn, 5 liman pulu nə ehtiyac var, mən ona çığıram, onda ərzişdir. Bəli. Ki, indi Quran buyurub onu. Təsadüfən 2-ci ayədə buyurur. En tobdu, tobdu yəni aşkar eləmək, bədavət kəlməsindəndir. Bədəvilərə, ərab bədəvilərə uzaqdan gələndə görsəni biyabanda aşikardır, bu lüğətdəndir. En tobdu, əyyühənnas, əgər aşkar eləyəsiniz xeyrən, bir xeyr işi, kirdar xeyri, o toxfuhu ya əgər onu məxfi eləyəsiniz, indi Cənab Səhərin Quranda, o təfu ən su'en, ya ağalıq eləsiniz bir dənə, su'dan, bir zülmüdən geçsiniz, əff eləsiniz. Deyiz, baba da, bunun nə ərz işi var, məsələn, mən duyam, qiyamət salam, çoxdan bəzi əfrad, belə çox biədəbli eləyirlər. Birdən görsən ki, bir giran üstə dav eləyir. Dörbərdən də işi görürlər ki, xoş düşməyir.
Əlbəttə o da qalıb yenə ha mordan adam təşxis verə bir bədamuzluğun qabağını alsa o ayrı bir məsələ. O da o bir cəhaddır. Amma da baba hər cüz bir şey üçün haqqım getdi. Nemiyərzət insan, mömin o ehtiramın, izzət-i nəfsin, şərafəti yendi yaşa. Hər bir 5 təməndən ötür, dadı fəryad sala. Burada Allah onu buyurur. Cavabı şərti demir, şərtlə gəldi. En əgər aşkar eləyəsiz, ya məxfi eləyəsiz, ya əff eləyəsiz. Şimdi nəzəri budur ki, əff olsun. O yazan ki, məqdurdur, əff eləmək olsa əff olsun. Parantez yazacaq. Parantezdə nə yazacaq? Ki, o əffi kəlməsi burada, yəni, bu xudapəsəndanədir. فَاِنَّ اللّٰهَ كَانَ عَفُوًّا قَدِيرًا. Bu da qərinədir. Çünki Allah özü əff eləyəndir. Siz də o yazan ki, məqdurdur, əff eləyin. Amma əffi ki, əzr-i qudrət daha Allah acizliyindən əff eləmir. Əgər acizliyindən əff elədin və bu əffün də müncərbə zülm oldu, çoxdan adam haqqından keçi əff eləyir, amma heç bilmir ki, bu xanavadiyə, əhli-əla zülmidir. Bir qətə yer, mümkündür, məsələn, neçə milyard pul ola, sən ya əff elədin, elə bir həmin rahəti. Uşaqlara da 5 tümənə möhtaçdır. Bu sadəlikdə də olmaz. Gənə elə həmin mordinə gəp baxaq. Məxsusən ki, nə əcibə şəcəbdəngiz qoyubdur bir-birin kənarında. Əfv iki kənarında qudrət var. Yəni, vaxt ki, qadirsən əlindən alasan, həqququ alasan. Amma deyirsən, baba, nə ərzişi var axı? Mən emalı qudrət eləməyim. Eləyə biləsən, qisas eləyəsən, eləməyəsən. Eləyə biləsən, boğasan, boğmayasan ki, Allah özü bu qarədi, bu cürdür, deyə o çox ərzişlidir. İnnəl-ləzinə yəkfurunə billahi. Əfradi ki, Allaha kafir olurlar və Rasulihi və onun rəsullarına kafir olurlar, keçdi əqaidə. İndi üstə, gözüdə əxlaqiyyatdan gəldi, indi əqaidə yetişdi. Və yuridunə ən yufərriqu beynəllah və rasulihi. Əqləb müfəssirəmiz mütəssifənə buna diqqət eləməyiblər, bəhsi diqqət eləyiblər. Ki, yəni ki, bu ayə. Ya nəvənə, istirlər, təfrəqə salsınlar, beyni Xudavənd və onun peyğəmbərləri. Allahla peyğəmbərin arasında necə təfrəqə salmaq olar? Əqaidə ərz elədim ki, Hindistanda ayrı mənatıqda da mümkündür ola. İranda da cahdan adam köşü tapılıbdır ki, bir də var, Allaha babərləri var, Ənbiyaya babərləri yoxdur. Məxsusən Hindistanda deyərlər, bir sabiqdən, qədimdə elə indi də var. Deyirlər ki, bu ənbiya nədir? Mütabiqi əqlidir, ya müğayirə əqlidir? Ənbiyanın sözü əgər mütabiqi əqlidir, toxub əqli onun təşkil törədədə nə niyazı var? Əgər müğayirə əqlidir, da o nə lüzum olan adam qəbul eləyə? Bənabərən, bu istidlalından nübüvvəti inkar elərlər. Rəhmən olan istidlallan bu gün necə dedim, ögəşdir? Müxalifini ənbiya nə deyərlər? Allaha babərlər var ha. Əgər sözləri mütabiq əqlidir, bizim nəqlimiz var, dəliyənlər. Mütabiq əqliləri qarşı. Gənə də nə niyazı var ki, müğayir bu əql olsa biz onu qəbul edək. Bu onların nəzərləridir. Və bu nəzərinə çoxlu adama hidudar indi bir 100 milyon hindini bu istidlalına özlərinə cəzb eləyiblər. Nə 100 milyon? Çox! Şayet 500 milyon hindini bu istidlalına qoymayıblar ki, mütəqid və nübüvvət olsunlar. Feylən, qədimi qədimdən var. Amma o hindular bu cürdəza. Hamısı yox. Yox, buğdaylar yox. Hindilər, buğdaylarda da var. Hindi. Buğday ayrıdır, din, bakın, Hindu əslən bir dindir. Buğdayı, Hindustanın əhdini demədim ki, dini Hindu, Hinduizm, buğdayı çağırıdır. Buğdayların çox. Çində də Hindu var. Hindistanda da buğdayı var. Əlbəttə, buğdayların çoxu Çindədir. Xoş.
Ustad nəzərsən, İranda da o peşlər var. Var, bəli. Adı var deyil. Elə qədimdən var da indi o zamandan üçün mesela bunlar mürtəd, kafir tələqqi oldular. Canlarının qoxusundan bir tək edirlər. Vəli ki, nə var? Benam yoxdur. Yox, benam yoxdur. Çünki olsa kafir tələqqi olar və məhduruddən ləzzəzə hökumətdə müşkillər var. Bəs roşən oldu da ən yufərriqu beynəllahi və rəsulihi ya nə mənə? Yəni deyirlər Allah var, nübüvvət yoxdur. Yoxsa nəinki Allah'ın Peyğəmbər şəhlim Allah yoxdur, cesələr olan ayasına. Bu bir dənə çətin riz nüşteydir. Və yəqulun, bir də ayrı sözlər deyirlər. Və yəqulun nüminu bi bəzin və nəkfuru bi bəzin. İnşallah bizim bu cələsəmizdə yoxdur. Bəli, bu camiə var. Mən mütməinnəm Hacı Aveysikinin bu dərbəndə deməyəm. Bəli, bu Kuya Firuzun orada 100% var. Şimdi bir də mod eləyiblər. Deyirlər ki, namaz qəşəkdə mı oruç nəsin? Məsələn, həcc yanıma kötü işləyib. İndisi mən tanıyıram oruç tutan, namaz qılan özüm tanıyamam. Heç olursa bir həftədə bir dəfə mənə zəh vuraq. Deyir ki, o həcci uyuşturur. Nə qədər istidlal deyirsən, qəbul eləməyin. Bir ərəbin cibin doldurmaqdır və bu iradlıdır. Əgər Sədristanda da var, əgər Quranda da gəlir, bir dəlili xası varmış o zamana. Özdə Quran əlində də. Bu kitabı Asımani deyir ki, bu fikr qələtdir. Baxın, olar deyilən nüminu bi bəzin, bir qismətin, bəzən qismət və nəkfuru bi bəzin, bir qismətinə kafəruq və yuridunə istirlər ki, ən yəttəxizu beynə zalikə. Beynə zalikə, yəni beynə bu bir qismət qabili qabıl, bir qismət qabili qabıl da. Yəni bu vəsətdə özlərə bir dənə bir yol istirlər, intiqab edirlər. Buyurur ki, bunlar kafirdirlər, bunlar qabili qabıl dəlmə. Olmaz ki, bir nəfər gələ deyək ki, namaz yaxşıdır, düzdür, amma oruç iradlıdır. O zaman, məsələn, qəhtidən ötüyü qoyublar. Sonra tapılmıymış, xub, fərzi buyurun, bir vədə qəza sərfəçülü olsa, şayet mesela az دیدگاه خرد elə bir şey olmuyor. Ama az دیدگاه iktisadı çalan çok olar. Riyazat iktisadıdır mesela. Muhtelif hatta koyurlar. Halı çoğuşluğun xərci ayrı vaxtdan çox. Çoktur baba. Vallahi derdimizi deşme ha. İstədim ulan sözü batıl eləyəm. Boşlarımız yanında sonra. Düz diyor hocam. Əzadan vəhşət çoşdu. Allah xeyr, bu da nübüvvət. Əlbəttə, mümkün niyə? Bir cəhətdən də bir vəsilədir ki, bəzi peyğəmbərlər qəbul ediyor, bəzisinə kafir yox. Vəli o bir nəzərdir və o da düzdür. Olsun, eybi yox. Vəli əsasda təhlil və təbiin edəndə vaxtım yoxdur. Düzü budur ki, elə məsələn dinlə, dinin bəzisi. Çünki bu nübüvvətdən də bəzisi dinə mərbuddur. Din deyir ki, nübüvvət var. Bir nəfər gəlir ki, bu ənbiyanın bəzisi qabili qabıldır, bəzisi qabili qabıldır. Şimdi onu aşağıda təşkil eləyəcək. Ona görə orada zoom eləmədim. O da var. Amma çünki dinin nübüvvətin bir təsi qabili qabıldır, bir təsi qabili qabıldır. Yəni dinin bir qisməti qabıldır, bir qisməti qabıldır. Və onu mesela xord eləyəndə qeydi əhkama, qeydi ayrı bir qismətlərə. Məsələn, eləyə bilməyir ki, 5 sənəmi qəbul eləsin. Peyğəmbərlər ki, suhub bir bəzi qəziyyəsində, indi Məsihiyyət və Yəhudiyyət nə yacirə keçər bu yəni?
universitet tərtibi ilə. Keçəcək də, gələcək də. Rəsulullahı qəbul eləmirlər də. Bəli, də, gələcək, gəlir. Onun metod müşəxəsliyi başa da, ona görə oyda mən dayanmadım. Ulaikə humul kafirun haqqa həqiqətən o əfradı ki deyirlər, dinin bir miqdarı qabilə qəbuldur. Baxın, mən kolli əzəliyəm. Dinin bir miqdarı qabilə qəbuldur. Bir miqdarı qabilə qəbul deyil, onlar kafirdirlər. Dinin bir miqdarı qabilə qəbuldur. Məsələn, ənbiyanın bir hissəsini qəbul edirlər. Bir hissəsini qəbul eləmirlər. Kafirdirlər. Və tədina və mühəyya eləmişuq lil kafirinə əzabən muhina. Onlar kafirlərin əzabı xar konəndə amad eləmişuq. Vəllezine amenu billahi və rasulihi. Onlar ki Allah'a və onun rəsullarının bavər edirlər. Amenu yəni bavər edirlər. İman yəni bavər. Bavəri ki insana əmniyyət icad eləyər. Bu yaddan çıxmasın ha. İman bavəri ki mucib əmniyyət ola. Nədir əmniyyət ola? Dünya və axirətdə insan ehsas əmniyyət eləyər. Və ləm yufarriqu beynə əhədin minhum. Və bu rusulların arasında fərq qoymaya, nə iş təfrəqə salmaya, fərq qoymaya. Yəni ki, ənbiyanın hamısını qəbul eləyər. Bu ayət salihi buran burada çıxır. Mövzu nədir? Mövzu budur ki, qabaqca dinlərdə də olubdur, amma onların çoxun sözləri yaddan çıxıb, itibdir tarixdə. Vəli betor müşəxəs Qur'an Yahudlardan, Məsihlərdən söhbət edir. Yahudlar o ki dindarlar əlbəttə də. Yahudi dindar ki Həzrəti Musanın peyrovladılar. Bunlar mütəqiddirlər. Həzrəti Musadan sonraki peyğəmbər hələ gəlməyib. Peyğəmbəri axır zaman gəlməyib, gələcək. İndi Sehiyonistlər dindar. Sehiyonistlər iki cür. Peyğəmbəri axır zaman yox, Həzrəti İsa'nı da qəbul eləmir. Əzəliyəm də. Axır zaman da qəbul. Olsun. Yahudiya, Sehiyonistlər dindar. Sehiyonistlər iki cürdür. Materialist, dindar. Hakimiyyət ümdə materialistlərin əlindədir. Mənzur Yahudiyanı dindardır, ya Sahyonistlər dindardır. Bax bir. Sahyonistlər ayrı bir daha hezbidir. Bir dəqiqə, hacı qulaq asmadın ha sözümə. Əvvəldə ərz elədim ki, Yahudilər iki cürdülər. Dindar, bidin. Və sonra ona ait idim ki, Sehiyonistlər də bu cürdülər. Sehiyonistlər də dindar və bidin. Bidin nə də materialistdir? Kullən, mən də dindarların əzəliyəm. Sehiyonistəhay dindar, Yahudiyan dindar, mütəqiddirlər hənuz Peyğəmbər axır zaman gəlməyib. Həzrəti İsa'nı Quran buyurur ki, deyirlər zinazadədir. Yahudlara. İndi İsrailin, o nəfus vəzirinin etiqadı budur, İranlıdır, Şirazlıdır. Həzrəti İsa'nı zinazadə bilirlər. Deyirlər, Həzrəti Məryəm zina eləyib Yusuf Nəccarına. Bizim Peyğəmbəri də o ki, İsa'yı ədəb eləmirlər. Bu unvanı bir xunriz, bir fərdi ki, gəlibdir. Fəqət və fəqət bəray şəhvətrani və bəray çapavul və qarət. Bu, indikilərin, Peyğəmbər zamanından var, olan fikridir. Bənabərin, nə Həzrəti İsa'nı qəbul edirlər, nə Peyğəmbər İslamı. Dindarları. Və mütəqidlər tikər eləyən, Peyğəmbər axır zaman gəlməyib. Amma mütəqidlər gələcək. Nə vaxt gələcək? Allah bilir. Sonra Məsihlər Həzrəti Musanı qəbul edirlər.
Həzrəti İsanı qəbul edirlər. Bir hissəsi Həzrəti İsanı Allah bilirlər. Bir hissəsi Həzrəti İsanı Allahın oğlu bilirlər. Müxtəlif nəzəriyyələr var. Amma da bizim Peyğəmbəri bu ünvanı Peyğəmbər axır zaman qəbul eləmirlər. Məsihilər də hənuz müntəzirdirlər. Peyğəmbər axır zaman gələcək. O ki, bəhsi İmam zamanda deyirlər ki, baxın, Məsihiyyətdə də, Yahudiyyətdə də etiqad bir heç munzi var. Ümdə bu Peyğəmbər axır zamandır orada. Onların məhdiləri, yəni Peyğəmbər axır zamanlardır, əqləb. Dilə gələcək. Və hətta neçə il bundan bax, bir də Kurəllər ki, Məsihidirlər və onlara da neçə nəfər Yəhudi qatışmışdı. Və onların böyükləri, qeybqulları pişbin eləmişlər. Tıpkı bu məsail-i fələki və öz mühasibatları ki, Peyğəmbər axır zaman gələcək, tarix təyinləmişlər. Yığışmışdılar bir məntəqiyə ki, Peyğəmbər axır zaman gələcək və gözlər gəlmədi. Sözlər olmadı, hamısı yekcə xodkoşlayırlar, öldülər. İran əxbarda dedi, ha. Cumhur İslam'da təzə mesela bir 6 il bundan qabaq. Mən özüm peyciydim o əxbara. Ki, nə olacaq? Birisi müfəssəl pəxş elədi, söhbət elədi. Oturmuşdum daima radyoda, bu qəziyyət haramın təyi oldu. Onlar fikir idi ki, Peyğəmbər o Məhdi gələcək və Məhdi gəlmədi. Xoş, çıxaq. Buyurur ki, vəlləzinə bəli, amenu billahi və rasulihi və ləm yufərriqu beynə əhədin minhum. Bu Peyğəmbərən heç birinə fərqi qoymayasan. Fərq qoymayasan bu cəhətdən, ha ki, hamısı Allah Peyğəmbərdir. Və Allah özü fərq qoy Peyğəmbərlər arasında. Buyurub ki, Peyğəmbərlər mütəfavitdir. Bir dəsi ulul əzmidir, bir dəsi qeyri ulul əzmidir, bir dəsi təşrihidir, bir dəsi təbliğidir. Quran sərihən vurur ki, Peyğəmbərlərimiz mütəfavitdir. Bu o muriddir, ha. Bəlkə ləm yufərriqu, yəni tamam Peyğəmbərlər ki, məsələn, Quran sahib deyil, hamısı Allah tərəfindəndir. Hamısını iman gətirirsən. Hamısına. Olaikə sofə yutihim ucurəhum. Allah bulan əcrin padaşını verəcək və kanallahu qəfurən rəhimə. Allah bəşləyəndə, əgər bunlar tövbə eləsələr, o birisilər də bu əqidələrlə münsərif olsalar, gəlsələr, Quranın deyənə tabi olsalar, Allah bəşləyəcək. Yox, mərduma. Əlləzinə amənu mömindir. Yəsəlükə əhlül kitabı. İndi gəldi əhl-i kitaba razı. Əhl-i kitabı bizim Peyğəmbəri qəbul eləmirlər. Məsələn, Məsihlər, Yəhudilər. Onlar müxtəlif bəhanə gətirdilər. Qəbul eləməməklərinə bir də bu idi ki, deyirlər, gündə bir səfər Quran gəlir, gündə bir ayə gəlir, gündə bir ayə olmaz, gündə bir surə gəlir, neçə ayə gəlir. Bu nə olsun? Əgər bu İslam düzdür, necə bizim bu cüblər kitabımız var, yalanlar müğalət edirlər. Və heç dəlili yoxdur ki, Tevrat, İncil yekcə nazil olub. Onlar özləri mütəqid edirlər ki, bu İncillər nazil şudə az tərəfi Xudavənd mütəal deyil. O ki, biz ona deyirik hədis, onlar bu İncillərə hədis deyirlər. Və özləri də mütəqid, özləri deyirlər, tarixdə yazılır ki, barha bu Tevrat aydan gedib, hətta o Babil zərəri kuruş zamanı ondaki Yahudiləri öldürüydülər. Buxtunəssər ya Buxtunnəs o zaman kullən Tevrat aydan gedib. Sonra neçə nəfərin hifsində varmış, o məhvuzatı yazıblar. O anki bu sözdə onlar özləri deyirlər, biz bilmirdik ki. Biz əslən bilmirdik ki, bu İncilləri Həvariyyun yazıb, Nəs tabi'in yazıb, səhabə yazıb. İndi özləri var ki, bunlar deyə, in həmə gəldə yalından müğalət edirlər. Müsəlman sərdə deyirlər, yox, bax, indi bizim kitab-ı asımanımız var, bax, kitab müqəddəs, Tevrat, İncil. Sizin də Quranınız bu cür amadə olsun, biz qəbul edəyək. Baxın, yəsəlükə əhlul kitabı ən tunəzzilə ələyhim kitabən minəs səmai. Tuy parantez, yekca.
Bu yekça Quran ariyində gəlir. Bir vaxt eləmədim onu tapam. Deyəm ki, Quran ariyində deyil, yekça. Neçə dəfə gəlib ha? Nurdadır usta. Şurayı nurda. Yox, solda. Tərsizə zəhvər edim, dedim, İsmail, yadıma sadəcə mühardadır. Gahdan adam zehni işləməyib. Baxın ki, neçəsə tozu vermiş var bu klasdadır. İndi bir o, Peyğəmbərdə dayaq deyir, Qur'anın da səbki bir cüdü ki, yıqca gəlməz. Çünki Qur'anın bir miqdarı, o təvəccüh bir sualatı mərdum gəlir. Mərdum sual eləməsəydilər, məlum da o ayət gələr. İttifaq düşüb, cəngi düşüb, o cəngin məsələ Qur'anda gəlir. O cəngilə əleyhisselam icad eləməsəydilər, çoxlu ayət gəlməyəcəkdir. Ya da gəlsə də ayrı bir şəkildə gələcəkdir. Xülasət bir ittifaqat düşüb, emin bu təvəccüh bir zamanı məkan ayə gəlir. İndi buyurur ki, ya Resulullah dayaqma, narahat olma, müsəlmanlar qorxmayın, elə bu ittifaqat düşər, siz əqidədə suslaşmayın. Fəqət səəlu Musa, səəlu, fe'l-i fail Musa məfulun bihdir, mənsubdur təqdirən. Musadan dərxast elədilər, əkbərə min zalişə, bundan böyüyün. Bu cənavarlar ki, aynı sizdən yekca Quran istəyirlər. Özdə heç bilirsiniz ki, Peyğəmbərlərlə nə istəyiblər? Deyiblər ki, Allahı bizə göstər var. Deyirlər, Allahın səsi bizə eşidər. Onu da qəbul edərik. Allahı göstərməsə qəbul eləmək. Ya Resulullah, bəlkə Həzrəti Musa nəsə ki, hələ səndən yekca kitab istəyirlər. Fəqalu ərinəllahə cəhrətən. Həzrəti Musa dedilər ki, iraə ver, iraə kəlməsindəndir. Rüyətimizə yetir. Bizə Allahı cəhrətən aşkara. O əvvəldə də cəhr gəlmişdi da. Xob, dər əsərə bu qələt sözləri Allah deyir, neynək da, istəyirlər? Bizə görsənək da. Allah istəyir də, görsəsin özün. Amma olmuyor. Yox. Allah deyir, bir hələ, indi mən istəyirəm, bir cilv eləyəm. Allah ki, bir qayib ki də. Allah ki, bir də qeybidən çıxar da, bir gəynaş eləməsən. Bir tələli elədi, bir celvə ilə, Erfanda çox əzib deyəlir, celvə ilədir. Celvə ikəd, roxaş. Hafız nə gözəl deyir. Did, mələk, eşq, nədir? Bəlkə qeyrət bedərəxşid o, atəş bər xərmənz. Allah bir cilvə elədi, cilvə elədi, onları bir o tutdu. Fəəxəzət homu saiqətu. Saiqə bir, Allahın cilvəsi bir səs itolid elədi. Rəd o bərd, elə bu rəd o bərd Allahın bir cilvələrindən, Allahın qudrətinin cilvəsidir da. Bir səs itolid oladı, bu səs bahis oldu ki, bunlar nə oldu? Bihuş oldular. Zulmihim, bura zülm elədilər, yəni zalimana söz dedilər. Yəni istədilər, deyərlər ki, binəhayəti sən nəhayətdar elə. Hər şey ki, vaxtım yoxdur tozih verəm. O qolşan əraz cələsəsində müfəssəl bula tozih ərz eləmişəm ki, niyə Allah görsənmi? Çera Xuda çehri nədarət? Çera Xuda celvə misl cələvat təbii nədarət? دلیلشم این است که خداوند یک وجود بی‌نهایت است. چیزی که قابل جلوه است، قابل رؤیت است، باید نهایت داشته باشد. اول و آخر داشته باشد. یعنی محدود باشد. شیء محدود قابل رؤیت است. البته تمام محدودات هر قابل رؤیت değil. O da bir şərait xası var. İndi Allahı cəhcələs, bu zülmü istəyəm tozih verəm ha. Allah istəyər ki, indi Allah zülm elə. Olmaz ha, heç kəs Allah cüzdür. Amma götür fişar ver, kitir, ta qabili rüyət olsun. Çün bunlar zalimane bərxurd elədilər. İstədilər deyərək Allah'a kiçid olmadı. Allah kiçilsə, munfəcir olar, dünya deyər bir-birinə. Və bunlar bihuş oldular. Bu da parantezə saz yox. Öldülər. Quran bu ki, 70 nəfər asəqqəllər və 70 nəfər salihlər ha. Darqa şahid dərdilər ha. Bunlar latdan, lütdən dərdilər. Allah bizə görsün. Həzrəti Musa'nın qovmunun behtərinləri idi. Münacata gedənlər idi. Münacata gedənlər Allah görsün.
Bunların 70'i də öldü. Çox əcibdir. Musa qaldı. Həzrəti Musa da yıxıldı. Həzrəti Musa yıxıldı, qəşşələdi. Xərrə Musa səyiqa. Ona öldülər. Musa bir dənə, Allah lütf elədi də ona ölmədi. Başda da dəymədi məsələn daşa. Duydu ki, özünü tapandan sonra baxdı gördü 70 nəfər yığıb gətirib. Başladı Allah baş verdiler. Ama bu ne işti gördün? İndi mən gedim nə deyim? Gedim qovma nə deyim? Deyərlər ki, apardın asəkkərlər verin dədəvin köhnə boyasına. Mən neyini boş verdim? Anlamayıblar. Bunlar nə fəhmidirlər? Xuda sən ben sən ağlı bənə gəlib boş verdiler. Bunları bir dirit və aparım. Qallam cəmaətin əlində Həzrəti Musa münacat eləyib, dua eləyib, Allaha yalvarıb, onlar diriliblər, qiyamət bir dəfə orada təkrar olub. İndi götüyüb, gətirlər, gətirib, sonra 1000 dənə qələt işlər görür. İndi Peyğəmbər dildarı verir ki, o qələt işlərə bax, bu qələt işə bax. Sonra Sümmət təxəzzül eclə Həzrəti Musanın qomu, qusaləni özlərinə Allah elədilər. Min bədi ma caəthumul bəyyinatu. 2 saat qalıyama. Bəd edin ki, bunlar nə qədər dəlail gəlmişdi. Nə gözəl mucizələr Musa bunlar göstərmişdi. Bəyyinatdan mənzil mucizələr idi. Mucizələr görsə də yenə münhərif oldular. Amma fəəfəvna ən zalikə. Biz ona əff elədik ha. Tövbə elədik, əff elədik. Xərrə yeni süqut elədi, ofta. Düşdü, səiqat, bir çığırdı, yıxıldı, qəşk elədi. Və bir ixtiyardır. Və atəyna Musa sultanən mubinən və biz Musaya mucizələr elədik ki, onlarla eləyə bildi, təsəllütün bərqərar eləsin, müsəllət olsun. Mucizələrə sultan deyər, çünki sözün olan vəsiləsinin bekorisi min nişanət, müsəllət oluyor. Özü aşkarıdır. Ya Resulallah dua etmə, buna əcibə qələtdə eləyiblər. Əz-cümlə qələt sözlər ki, deydilər, bir dəfə Musa ilə sərbəsər qoydular, bir dənə o Abrəsəndəki o borcu bulur kimi bir səxrə var idi, deyirlər ki, Allah'a dinə götsün bu, çalsın bizim başımız. Bu cümlə eynən bu şəkildə Quranda yoxdur, amma təfsirlərimizdə var ki, dili ola bu ciddir. Bunun bir mənası budur. Neçə də mənası var ha? Əl çəhmədilər, heç civ edilər. Ki, deyirlər bu səxrəni götürsün ki, çıpsın bizim başımıza. Həzrəti Musa da Allah'la danışıydı, Kəlimullahdır. Deyirlər Allah'ın ərkün Peyğəmbəridir. Allah boş odular, qalmışam bunların əlində ki, bir iş görəsənlər. Deyirsin da, gəlin. Gəlin baxın, gəldilər, gördülər ki, bu səxrə dəvəşi. Yavaş-yavaş, aram-aram gedik. Sərsin. Nə söylürlər, nə əl sala, fışqa sala, gedik. Göydə getdi, amma qeydi. Qeydi düz olan başına. Dedilər ki, olmuşuq, qələt elədi, anlamı. Baba ciddi deyədi, şuxluğu da var. Baba bizim sözüm, sən niyə bizi ciddi tutdun? Sən Allah gəlir, ha. O da aram-aram gəlir. Niruy cazibənin mucizədir da. Bir təfsiri budur. Neçə dənə təfsiri var? Bir təfsiri budur ki, daməni kuhdaydılar. Ola hətta makronu görməyən var. Görməyəsən, ayrəm var. Vacibdir görməyən. Doğrudan var. Hətmən bir inşallah bir müsafirətini görür. Yəni bu ayənin çox qəşəng təfsirdir bu ayə. İndi Maku dərrədədir. Böyük ətə daşlar qopub daməni dağdadır. Hamı gördə dərəm bu görmək bir də. İndi bura daməni dağdadır. Elə Yox, olmaz. Olmaz. İndi o dağ istəyib bizə dəvəşi, zəlzələ olur. Zəlzələ olsa, o daşlar düşəcək bulan başına. Bu məmləzəmə məqul tədə olabilir. Amma onda köylər yer dəvəşi, burada dərədədirlər. Deyirlər, məsələn, dərəsəri bulanın günahları, bu cür səriblər Musanı, bir qələtlər eliblər ki, bu cür, ya da deyiblər ki, bu da bir zəlzələ olsun. Köplə bu daşlar dəbəşə düşəcək bulanın başına.
Yox, bunların qələt işlərin əsərində deyirəm, anlamadıq. Sən Allah daşlar gəlməsin. Tövbə eləyiyor. Damına bu qələt deyil əməl o. Qol veriyor, adam olar. Ona görə bu ki, rəfəna fəvqəhumut turə, kuh-i turu, ya kur turun əczasın, bu da bir bəhs məntiqi var ki, əczayı kuha da kuh deyə dəlalət iltizam dəlalət təzəmmün idi. Be misaqihim, bunlardan Allah əhd-i peyman bağladı. Ki, da bu qələtdə eləməyəcəksiniz, tövbə elədilər, dağda getdi yerində. Yəni ki, zəlzələ qət oldu, da bu daşlar gəlmədi. Sonra bunları Asiyada, Avropadan götdük, getdik Asiyaya. Orada dedik ki, bir işlər görəcəksiniz. Bir də əzümlə işlərizdən budur ki, qulna ləhəm mudxulul babə. Bu ibadətlər qahların qapısından varid olanda soccəda, səcdə konan varid şəvid. Yəni varid şəvid bəray səcdi. Amma bura bu işi görmədilər. Həzrəti Musa çox çətinliklə. Sonra burada demir. Sonra deyəcək, bax, ariyədə də buyurub ki, bir dənə bir məntəqi Əriha var. Ya bu Filistinin bir qismətindədir. Ki, zalimlər var idilər. Mərdumə zülm edirlər. Bunlar da ki, gəldilər Kənanda bir müddət zəhmət çəkəndən sonra İstəyirlər ki, biləxərə o mənnu səlva gəldim, amadə qəza göydən gəldi. Orada kəsildi və xatiri biədəblikləri. İşim yox. Dəstur gəldi ki, varid olun bu şəhrə. Görürsünüz sizə bu zalimlərlə cəng eləyin, zalimi otudun yerində, gedin burada ədl o, qesti bərqərin, zindəcanlıq eləyin. Dedilər ki, olmaz. Biz oturmuşuq burada. Sən Allahı ona. Gedin burada cəng eləyin, bunlar salın eşiyə, biz gələk. İndi olar deyil. Oradan faktor tutdu. Sonra mərahil-i bədidə imtihana çəkildi. Qulna ləhum la tədu fissəbti. Şənbə günü bizdə təcavüz eləmin hudud ilahidər. Allah dəstur ki, şənbə günü tətil. Yallah ibadət. İşlər tətil. Olan da mühimmitlərin işləri mahiciridir. Balıq tutmaq qədəqə. Onlar nəxşə çəkdilər və əxəzna minhum misaqən qəlizən. Bu nəxşələr hamı bilir. Bir miqdada gələn həftə dərsimizdə gələcək. Biz buradan peymanهای möhkəm aldıq. Amma bura nafərmanlıq elədilər. Ey Resulullah, gör Həzrəti Musa nə qəd fişardaydı. Allah söz içində söz deyir. Bənabərin dayaq macınan, bunlar fəqət səndən bir dənə kitab istədilər, o elə bir çətin mizad deyil, düşünmürlər, ürəvə gətirmə. Gördük sizi və işlərsiniz, vaxtımız da geçdi, düz oldu 12. Əssalamu aleykum və rəhmətullah və bərəkət. Ayət Şənnəpur, dua eləyəlim, müxtəsər dua. Bəli. Bir Ankara'da demək ki, əzizlər İslam'da yox, bəhsi var tərəfsə, bəhsi var. Bu konuda çox məmnun. Ayşe ne bu duayattan? Allahümme salli ala Muhammed ve ali Muhammed. Var Peygamber azamet ve hatır dualarımızı kabul eyle. Azamet ve amr ve merzilerimizde şefa eyle. Boşluğumuzun borcunu eda eyle. İzzetinin hatırına memleketimizde emnen mevzularımızı feravan eyle. Azamet'te ayın Pərverdigara, bu ayın əzəmətindən Pərverdigara bizi də bəhrəmən elər. İzzətin xatirinə bizi muvaffəq elə bu əzəmətli Qur'anı və örgəşi, örgədənlərdən və
dəsturatına əməl edənlərdən qərar verir. Muhammed Ali Muhammed'e xatib pərverdigara məmləkətimizdən himayət edənlər hər libasıda, hər məkanıda vardır pərverdigara. Onlardan köməklərini qət eləmədilər. Kəsləri ki əlləşirlər hər libasıda, hər məkanıda, hər növ ilə bizim bu məmləkətimizə, dinimizə, namusumuza sətlə yetirsinlər. Əgər qabili hidayətdirlər, hidayət elədə. Əgər qabili hidayətlərlər öz kəndlərin özlərinə adət verirlər. Zəmətlə and verir, pərverdigara bir ləhzə bizi öz başımıza bıraxmadı. Allah sahibət zamanın tərəfində təcil edir. Bizə o həzrətin zuhuruna əhl eləcinə. İhsan ediklər, sahiyə cəsədlər. İhsan sahiblərinin, ihsanların ali dərəcədə qəbul edinə. Ay İsmail ehsan edib. Ay İsmail'i ihsan ediblər. Ay İsmail'i ihsan ediblər. Hər nə məddi nəzərləri var Allah. Ona ali dərəcədə qəbul edinə. Sabahını evin abad edinə. Zəhmət verir, ihsan verirlər. İhsanların ali dərəcədə qəbul edinə. Pərverdigara bizim bu cüz'i zəhmətimizə sən özün ayet Veysi'dən ali dərəcədə qəbul elədinə. Qaparma bizləri bu darı dünyadan məgər özün razı və xoşnud. Eyyəfqar, əl-Fatihə, məəs-sələmə. اهدنا الصراط الذين أنعمت عليهم بسم الله الرحمن الرحيم بسم الله Oraya kaldı şey. Yadınızdan çıkmasın, bu bayrağı da bu bayrağını başından koysa Evde orada. Ahiratiyen. Ben şu yemaklı mən istəyirəm yiyəm, söhbət edəyəm. Üstadların icazəsini. Verəsən mənə də. Ləvazım xanəcim vardı, şah zamanının söhbətini edirəm. Gələrdi nahar mövqeləri, yürücülərə nahar mövqeyi gələrdim. Bazara xəribədən ki, təkir dükkanda və bəxt edəmlərindən. Nahar mövqeyinə gələrdim, bazardan xəribədən. Yox. Surəti verərdim. Allah o həman ünvaqıza rəhmət eləsin inşallah. Mən o adamdan ki, əksəriyyət verirəm, Allahın rəhmətinə gedir. Mən elə qoymazdı gələn nahara elimizə. Aparardı nahara. Bir gün mən naharı yemişəm, elə naharı yemişəm, Gürcülərdən çıxdım, Əmir bazarına neçə illərdi mənə müəmma olmuşdu. Əmir bazarının nahar yemakları, tacirləri, zərgərləri, nahar yemakları mənə müəmma olmuşdu. Elə nahar çağı ki, mən oradan gedərdim, Əmir bazarının, Gürcülərdən çıxardım, Əmir bazarının gedən ki, o tərəf, şimdi bu şəhidin əslinin yamanına binərdim, taksi maşınına, görərdim elə bir dənə zərgər əmir çörək yiyir, biri yerəlmə çörək yiyir, biri üzüm çörək yiyir. Mənim özümə müəmma olmuş, abba bunlar bu şəhərin tacirləridir, bunlar niyə məsələn əmir çörək. Bir gün ki, ittifak elə varid oldum, gördüm ki, əmir bazarının məsəfində çoğuqa var. Çox sağ. Yetişdim o çoğuqya, gördüm ki, o tacirlərin, zərgərlərin, dövləri bir dənə cəvanı dəh belə toparlayır. Ora mən o Əmir bazarına girəndə mənim şişliğim iyi vurdu. Əvvəlki girdim orada, özümdə bağlar buyurur ki, elə şişlik yemişdim nahara, iyi məni vurdu.
Ora vardı olanda, üstü açıktan geçtim üstü örtüye. O girdi böyle gördüm, soğuğa. Yetiştim gördüm şimdi bu Cansar her kimin içerideydi. Önde elə o sınırda olardı. Bu dergâhı bir iki duyacağım zaten. Aşağı ayrı sözler zaten yok. Sen insan nasıl ki halkın yokudur demiyor. Sana dadın demiyor ki burada bir kebap yemezler. Sana öğretmiyor ki burada çeşit yemezler ya mesela filan yemezler. Şimdi meydanı sahabilerin o üstü örtülüye varid olanla, herkes varid olanla bu kebabı niye onu vurur. Bu kebabı niye ki sen burada düğünler yapmışsan yiysen iyi onu vurur. Buradan hamile hanım geçir. Buradan naçiz hiç kebabı görmeyen uşak geçir, səhvi geçir, kedi geçir, koca geçir. Şimdi bunun iyisi dünyanı götürdü. Bak üstü örtülüydü burası. Burada herhalde kebap yiyor. Biri görürsen üzüm çörək deyir, biri görürsən yer alır. Mənim bu muamma həll oldu orada. Cenab-ı Allah Ferrat'ın mənim bu muamma orada həll oldu. Baba, ondan ötürü cemaati hesaba koyurdular ki, bunlar qədimcilər öz ağalıqlarıyla, fəhmiləriylə cemaati hesaba koymuşlar. Bu da bir fəhmdir. İlk bunları məsnun eləməsin, məsələn, narahat durma. Şimdi bizim Kur'an'ımızın ehtiramı var. Herhalde ki her kitabından bir tutak. Ve olayı Üstad Möhtərəm buyurdular. Yok, Kur'an'ımızın ehtiramı günlərin artır olur. Okudukça, elədikçə gül ki, Kur'an'ımızı gəlir. Elinizdeki yok, gözünüzü üstünde sanır. Okudukça, bildikçə gerək gül ne gözü? Eğer 5 saat saklamaz mesela elinde saklamaz. Böyle uzanın yerde de Allah Allah mesela Kur'an'ı o yaxçı değil. İşgal